Herkesten xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam əziz izləyicilər. Günün ən diqqət çəkən xəbərləri ilə qarşınızdayıq. Diqqət! Pensiyaçılar üçün şad xəbər gündəmdədir. Gözlənilən dəyişikliklər minlərlə insanın büdcəsinə müsbət təsir edə bilər. Son dəqiqə kredit faizlərinin artımı ilə bağlı iddialar yayılıb, ekspertlər isə vəziyyətin real mənzərəsini açıqlayır. Digər tərəfdən, ölkədə saxta dərmanlarla mübarizə gücləndirilir. Yeni mexanizm hazırlanır və bu sahədə ciddi nəzarət planlaşdırılır. Bütün detalları izləmək üçün bizi izləmədə qalın. Azərbaycanda sosial təminat sahəsində aparılan islahatlar fonunda pensiya məbləğləri yenidən gündəmə gəlib. Rəsmi açıqlamalarda ölkədə orta pensiyanın 594 manat, yaşa görə isə 632 manat olduğu bildirilir. Lakin artan qiymətlər, xüsusilə ərzaq və dərman xərclərinin yüksəlməsi fonunda bu məbləğlərin vətəndaşların real ehtiyaclarını nə dərəcədə qarşıladığı sual doğurur. Bəs orta pensiya məbləği artırıla bilərmi? Nocoment az xəbər verir ki, mövzu ilə bağlı konkret aza açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, cəmiyyətdə təqdim olunan rəqəmlərlə bağlı yanlış təsəvvür formalaşmamalıdır. Onun sözlərinə görə açıqlanan göstəricilər minimum pensiya deyil, orta statistik məbləğdir. Bunu da oxu. Məmmədli kəndində göl daşdı, evlərə təhlükə video. 15 ildir bina tikilib, amma bizə sənəd verilmir, şikayət video. Asparking in parklanma tələsi, sürücüləri puskuya salırlar. Foto. Bu rəqəmlər bütün pensiyaçıların aldığı konkret məbləği əks etdirmir. İş stajı və fərdi göstəricilərdən asılı olaraq pensiyalar dəyişir və bu da orta rəqəmi yüksəldir. Vətəndaş üçün vacib olan orta pensiyanın artması yox, həmin vəsaitin gündəlik xərcləri qarşılaya bilməsidir. Kommunal ödənişlər, ərzaq məhsulları, xüsusilə yaşlı insanların dərman və müalicə xərcləri artır. Əgər pensiya artımı bu xərcləri kompensasiya etmirsə, real faydası məhdud olur. Günay Hüseynova əlavə edib ki, gəlir artımlarında faiz prinsipi bərabərsizliyi daha da dərinləşdirə bilər. Əgər biri 430 manat, digəri isə 1500 manat gəlir əldə edirsə, faizli artım yüksək gəlirli şəxslərə daha çox üstünlük verir. Bu isə sosial balansı pozacaq. Bir çox ölkələrdə pensiya artımı ilə paralel olaraq əlavə sosial dəstək mexanizmləri də tətbiq olunur. Məsələn, Türkiyədə 65 yaşdan yuxarı şəxslər üçün şəhərdaxili nəqliyyat pulsuzdur. Şəhərlərarası nəqliyyat və hava daşımalarında isə xüsusi endirimlər mövcuddur. Bu yanaşma pensiyaçıların xərclərini azaltmağa xidmət edir. Pensiyanın artacağı xəbəri yayılanda bazarda qiymətlərin yüksəlməsi müşahidə olunur. Halbuki, alıcı kütləsi yalnız pensiyaçılardan ibarət deyil. Beləliklə, ekspertin qənaətinə görə pensiyaların artırılması ilə yanaşı, sosial xərclərin azaldılması və əlavə güzəşt mexanizmlərinin tətbiqi daha effektiv nəticə verə bilər. Azərbaycanda kredit faizlərinin formalaşmasında əsas amil banklara yerləşdirilən depozitlərin faiz göstəriciləridir. Bu da onu deməyə əsas verir ki, depozitlərin faizləri azaldıqda, kreditlərin faizləri də azalmalı, əks halda isə artmalıdır. Oxu az xəbər verir ki, bu barədə Baku TV-nin video materialında bildirilib. Lakin maraqlıdır ki, rəsmi məlumatlar bunun əksini göstərir. Belə ki, Mərkəzi Bankın məlumatına görə 2025-ci ilin sonu ilə müqayisədə 2026-cı ilin birinci rübünün yekununda banklarda manatla olan depozit və əmanətlərin faizləri orta hesabla 9,4% olaraq sabit qalıb. O cümlədən fiziki şəxslərin əmanət faizləri orta hesabla 10,3%-dən 10,2%-ə enib. Kreditlərin faizləri isə sözü gedən dövrdə orta hesabla 15,4%-dən 15,6%-ə yüksəlib. Kredit faizlərindəki artım təkcə rüblük yox, illik müqayisədə də müşahidə olunub. İqtisadçı Ruslan Atakişiyev məsələni belə şərh edib. Daha çox müştəriyə çıxış riskli müştərilərə doğru hərəkəti artırır. Nəticədə risklərin artma ehtimalı yaranır. Nəticədə həmin risklərin qarşılanması və idarə olunması üçün faiz dərəcələrində artım baş verir. İqtisadçı Eyyub Kərimli isə bankların depozit faizlərini, endirimlərini əsasən vəsaitə tələbatın azalması ilə izah edir. Depozit faizlərinin azalması əsasən banklarda likvidliyin kifayət qədər yüksək olması ilə əlaqədar ola bilər. Belə ki, artıq likvidliyin yüksək olması ilə əlaqədar banklar əhalidən depozitin qəbul edilməsində az maraqlı olurlar.
Azərbaycanda saxta dərmanların dövriyyəsi ilə bağlı narahatlıqlar uzun illərdir gündəmdədir. Səhiyyə Nazirliyi isə problemin qarşısını almaq üçün yeni rəqəmsal mexanizm, Track and Trace sistemini gündəmə gətirib. Nazirliyin Analitik Ekspertiza Mərkəzinin dərman vasitələrinin təqib və izləmə şöbəsinin müdiri Səid Fərzullayev bildirib ki, saxta dərmanların qarşısının alınmasında müasir dövrdə ən effektiv vasitələrdən biri rəqəmsal izləmə, yəni Track and Trace sistemidir. Onun sözlərinə görə bu sistem vasitəsilə hər bir dərman vasitəsi qutusuna unikal seriya nömrəsi verilir. Oxuaz mövzu ilə bağlı Kaspi qəzetinin məqaləsini təqdim edir. Rəqəmsal sipər. Şöbə müdiri bildirib ki, dərman vasitəsi aptekdə satıldıqda və ya tibb müəssisəsində istifadə edildikdə həmin kod sistemdə deaktiv olunur. Əgər eyni kod ikinci dəfə istifadə edilərsə, sistem dərhal xəbərdarlıq verir. Bu mexanizm saxta və ya təkrar dövriyyə buraxılmış dərman vasitələrinin operativ şəkildə aşkarlanmasına imkan yaradır. Nəticədə, sistem saxta dərman vasitələrinə qarşı güclü rəqəmsal sipər rolunu oynayır. Dərman vasitələrinin hər bir qutusunun izlənməsi və hər bir satışın qeydiyyata alınması onların təhlükəsiz təminatının əsasını təşkil edir. Maraqlıdır, bu mexanizmin tətbiqi praktik baxımdan nə qədər real görünür. Bu halda məhsul riskli hesab edilir. Səhiyyə eksperti İlkar Hüseynli bildirir ki, Track and Trace sistemi ingilis dilindən tərcümədə izlə və nəzarət et mənasını verir və əsas məqsədi dərman dövriyyəsində şəffaflığı təmin etməkdir. Onun sözlərinə görə, Azərbaycanda əczaçılıq sahəsində mövcud əsas problemlərdən biri idxaldan asılılıqdır və bu da nəzarət mexanizmlərinin gücləndirilməsini zəruri edir. Bu sistem çərçivəsində hər bir dərman qutusuna unikal identifikasiya kodu verilir. Bu kod adətən Data Matrix formatında qablaşdırmanın üzərinə yerləşdirilir və dərmanın istehsal mərhələsindən son istifadəyə qədər izlənməsinə imkan yaradır. Bu kod vasitəsilə istehsalçının müəyyən edilməsi, ithal tarixinin izlənməsi, paylama zəncirinin nəzarətdə saxlanılması, aptek satışlarının qeydə alınması, mümkün təkrar dövriyyə, saxta məhsul risklərinin aşkarlanması mümkün olur. Sistemdə qeydiyyatda olmayan və ya tanınmayan kod aşkar edildikdə həmin məhsul riskli hesab olunur və onun dövriyyə buraxılmasının qarşısı alınır. Sistemin effektiv işləməsi üçün ekspert bildirir ki, ölkədə dərman istehsalı məhdud olduğu üçün yerli zavodlar bu prosesi daha sadə şəkildə idarə edə bilsələr də, əsas yük ithal zəncirinin üzərindədir. Track and Trace kimi izləmə sisteminin effektiv işləməsi üçün ilk növbədə ithalçı şirkətlərlə istehsalçı zavodlar arasında razılaşmalar olmalıdır. Bu razılaşmalar çərçivəsində hər bir dərman qutusunun üzərinə müvafiq identifikasiya kodu yerləşdirilməlidir. Azərbaycanda da bu sistemin texniki baxımdan tətbiqi mümkündür, lakin bunun üçün bir sıra struktur və infrastruktur məsələləri həll olunmalıdır. İlk növbədə güclü nəzarət mexanizmi formalaşdırılmalı, bütün dərman zənciri, təchizat, topdan satış və pərakəndə satış mərhələləri bu sistemə inteqrasiya olunmalıdır. Saxta dərmanlar ölkəyə necə gətirilir? Saxta dərman probleminə gəldikdə isə mütəxəssis bildirir ki, ümumiliklə saxta dərman anlayışı rəsmi statistikada geniş şəkildə təsdiqlənmiş göstərici deyil.